Azərbaycan millisi tarixi ərzində ən böyük hesablı məğlubiyyətə uğradığı Fransa millisindən intiqam ala biləcəkmi? Əlbəttə ki, bu gülməli səslənə bilər, lakin gəlin ciddi Ayxan Abbasovun yetirmələrinin perspektivini bu maçda dəyərləndirməyə çalışaq. Siz kanalımıza abunə olun, biz isə həmin maçın analizinə keçək. Gəlin əvvəlcə ataların bir sözü var, əvvəl evin içi, sonra evin çölü. Ona görə də Azərbaycan millisinin özündən başlayaq. Milli komandamızda ciddi bir dəyişiklik baş verdi. Belə ki, uzun müddətli, artıq çoxdan istənilən, gözlənilən bir istefa baş verdi. Fernando Santos'un yerinə Ayxan Abbasov komandanın başına gəldi. Əlbəttə ki, onu da demək lazımdır ki, Ayxan Abbasov hələ ki müvəqqəti müqavilə əldə edib. Yəni o siklin sonuna qədər bu iki maçı, sonra da Azərbaycanın oynayacağı axırıncı noyabrdakı iki maçda hələ ki millinin başında olduğundan o Şamaxıdakı postundan da ayrılmır və orada da işləyir. Bir növ adam iki işin öhdəsindən gəlməyə çalışacaq. Ayxan Abbasov bir məşqçi kimi gənc məşqçi olsa da artıq onun bəlirli bir stili var. O 2 tam mövsüm Tovuzun Turan komandasında və bu da ikinci mövsümüdür ki, Şamaxıda çalışır və Ayxan Abbasovun bəlirli dəstxəti nədən ibarətdir? Beşli müdafiə ilə oynayır. Komandanın əlində olan resurslar və ümumiyyətlə rəqibdən asılı olaraq bu taktika 5-3-2 və ya 5-4-1 ola bilər. Biz bunu dəfələrlə hətta Şamaxıda görmüşük. Adətən əsas məqsəd nədir? Ayxanın dəstxəti ondan ibarətdir ki, komanda mümkün qədər müdafiə planlı futbol oynayır. Komanda rəqibi məkandan məhrum etməyə çalışır. Eyni zamanda da əlbəttə ki, mümkün qədər partlayışlarla hücuma qoşulur. Yəni əks hücumları istər Şamaxıda, istər Turanda və istərsə də Azərbaycan millisində keçirdiyi bir oyunda daha çox epizodik və xaotik deməzdim, çünki xaotik bir növ hörmətsiz söz kimi səslənir, amma sistematik xarakter daşımır. Amma qarşılığında əlbəttə ki, Ayxan müdafiəni çox möhkəm tutmağa çalışır və nəzərə alsaq ki, Azərbaycan millisinin reqressiyasını Fernando Santos'un dövründə və ümumiyyətlə milli komandanın ümumi baxsaq, əslində milli komandalar səviyyəsində praqmatik olmaq əslində pis fikir deyil. Çünki klublardan fərqli olaraq milli komanda çox az vaxt bir yerdə keçirir və oyun əlaqələri o qədər inkişaf etmir ki, deyək ki, rəqiblərimiz müdafiə olunmağı bacaran millini asanlıqla darmadağın edəcəklər. Lakin məsələ Fransa millisindən gedir. Hardasa Avropanın və dünyanın top 3 milli komandalarından biridir. Burada məqam nədən ibarətdir? Əlbəttə ki, ilk baxışda biz Ukrayna millisi ilə belə alın təri ilə əldə olunan heç-heçəni götürə bilərik. Hardakı Azərbaycan millisi birinci hissədə Ukraynanı həmin o məkandan məhrum etdi. İkinci hissədə qolu buraxandan sonra belə həmin o birinci hücum dalğasında elə penaltisini qazanıb hesabı bərabərləşdirdi. Amma hər kəs aydındır ki, Fransa ilə bu fərqli məcrada keçəcək. Əslində məni narahat edən məqam ondan ibarətdir ki, Ayxan Abbasov hələ milli komandaya keçməmişdən biraz öncə Portuqaliya millisi ilə U21-lər oynadı. Həmin maçda da, baxın, Portuqaliyanın U21-i Fransa ilə Azərbaycanın əsas heyəti arasında olan fərq qədər böyük fərqə malik olmasa da bizim U21-imizdən yenə də çox güclü idi və birinci hissədə komanda effektiv şəkildə müdafiə oluna bildi. Hesab 0-0 idi, amma elə ki, ikinci isə milli komanda birinci qolu buraxdı. Mən deməzdim ki, Ayxan Abbasov həmin oyunda taktikanı dəyişərək hücuma atıldı. Sadəcə olaraq o psixoloji bir növ sədd aşıldı Portuqallılar tərəfindən və maç onunla nəticələndi ki, oyun hesabı 5-0 oldu. Yəni milli komandamız darmadağın oldu. Mənim ehtiyat elədiyim ssenari budur. Çünki Fransa millisi də Azərbaycan millisini yavaş-yavaş sınaya o qolu gətirməyə çalışacaq və o qol vurulandan sonra isə istənilən halda, yəni öz qapısına müdafiə olunur, qol buraxmamağa yönəlik və ya mümkün qədər az qol buraxmaq istəyən komandanın taleyi budur. Əgər davamiyyətli təzyiq gəlirsə milli komandaya. İkinci tərəfdən Fransa millisinin son bir neçə ildə baxsaq, əslində 1-3-0-dan böyük hesablı qələbəsi olub. Bu da Cəbəli Tariq millisi üzərində olan 14-0-lıq qələbədir. Onun da ssenarisi nədən ibarət idi? Cəbəli Tariq Azərbaycan kimi qapısında oturmağa üstünlük verdi. Düzdür, Cəbəli Tariqi bizim millimizlə müqayisə edə bilmərik. Bizim millimiz ciddi fərqlə daha yaxşı oyunçulara malikdir ən azı fərdi olaraq. Amma orada nə baş verdi? Cəbəli Tariq eyni zamanda Fransa millisini neqativ, aqressiv oyunla neytrallaşdırmağa çalışırdı. Nəticədə komanda qırmızı kart aldı və əlbəttə ki, həm də fransız futbolçuları zədələməyə meyl fransız futbolçularını qəzəbləndirdi. Mən bilmirəm sizin xatırınızda
zad yoxsa yox. İspaniya millisi ilə Azərbaycan millisi Bakıda yoldaşlıq görüşü keçirmişdi. Hətta ona görə AFFA o vaxt deyilənə görə 1.5-2 milyon avro arası İspan millisinə pul vermişdi. Orada bizim oyunçularımız İspanları zədələməyə cəhd eləyəndən sonra İspanlar bizim qapımıza 6 qol vurmuşdu. Əgər hesab məni yanıltmırsa, çünki oyun belə oyun olaraq mənim yadımdadır. Eyni ssenarini hətta Fransa millisi ilə də gözləmək olar. Çünki Azərbaycan millisinin realistik danışsaq, Fransa millisini təzyiqə salmağın bir yolunu göstərəcəm, amma Azərbaycan millisi bundan nə qədər istifadə edəcək nəzərə alsaq ki, yenə də Ayxan Abbasov daha çox müdafiədə rəqibi hücum planını neytrallaşdırmağa yönəlik futbol oynayır. Bu bir qədər çətin görünür. Gəlin qısaca Fransa millisindən danışaq. Fransa millisində bizi maraqlandıran əsas hücum dördlüyüdür. Hücumun sivri ucunda Kylian Mbappé oynayır. Məncə Mbappé özünü çox rahat hiss edir. Amma Fransada maraqlıdır ki, 4-2-3-1-in bu üçlünün oyunçuları yerini dəyişə bilər. Məsələn üçün Barcola həm sağ vinger, həm sol vinger mövqeyində oynaya bilər. Thuram adətən sol vinger mövqeyində oynayır. Əgər ikinci hücumçu, çünki Thuram soldan başlayaraq deməli hücum zamanı ikinci hücumçu kimi cərimə meydançasına girir. Hardasa onun Interdəki trayektoriyasını görmək olar. 10 nömrə mövqeyində son zamanlar Olise sınanır və Olise çox effektiv şəkildə bu rolun öhdəsindən gəlsə də, amma baxın, görəcəyimiz epizodlarda biz görürük ki, İslandiya ilə maçda Fransanın ağır oynamasının əsas səbəblərindən də biri və ən əsası Olise idi. Çünki bir var ki, bir səhv edir adam. Sən onu deyirsən ki, bu təsadüf bir səhvlərdən biri idi. Bir də var ki, oyunçu 2 dəfə kobud səhv edir ilk 15 dəqiqənin içində və o səhvlərdən birindən istifadə edən İslandiya millisi qolu vurur. Bunun da səbəbi nədən ibarətdir? Çünki biz Bavariya videomuzda bunun haqqında geniş danışacaq. Olise öz komandasında adətən hətta komanda qapısında olanda belə yuxarıda qalan vingerlərdən biridir. Amma Fransa millisində əlbəttə ki 10 nömrə funksiyasını yerinə yetirəndə Olise çox aşağı düşməyə məcburdur ki, topu qəbul eləsin və bu zaman əgər Olisəni rəqib pressing edə bilərsə effektiv şəkildə onun top itkisi ehtimalı böyükdür. Çünki Olise bu ssenaridə o qədər də çox sınanmır və bu onun üçün çox qeyri-komfortludur. Çünki analoji olaraq Crystal Palace-da da Olise sağ cinah vinger mövqeyində oynayırdı. Yəni 10 nömrə mövqeyi Olise üçün yeni bir mövqedir. Ola bilsin ki, hətta Bradley Barcolanı bu mövqedə düzdür biraz absurd səslənə bilər, amma nəzərə alsaq ki, Olise özü vingerdir, sürəti var falan və eyni zamanda burada oynayır. O da normal qəbul oluna bilər və ya bu mövqedə hətta Thuram oynayıb, belə şərti 10 nömrə oynayıb ikinci hücumçuya çevrilə bilər. Maraqlıdır, Deşam Azərbaycan millisinə necə yanaşacaq? Birmənalı şəkildə Rebrov kimi yanaşmayacaq. Çünki artıq bilir ki, Azərbaycan millisi xal alıb Ukrayna millisindən və Fransa millisi də çox ciddi şəkildə İslandiya millisindən əziyyət çəkdi. Demək olmaz ki, İslandiya millisi ilə Fransa belə layiqli və rahat qələbə qazandı Ukraynada fərqli olaraq. Gəlin amma Olisenin komandaya verdiyi dəyərlərdən danışaq. Məsələn üçün biz onu tənqid etdik ki, qeyri-standart mövqedə. Əslində o deyil, Deşamdır burada məsuliyyətli. Amma Olisenin də klassik cərimə meydançasına girib ikinci dalğada qol vurmaq bacarığı var. Ona görə də mənim fikrimcə əsas burada mübarizə Fransa Azərbaycanın bu ikili müdafiə divarını yarmasından gedəcək və həmin divarın yarmasında da əgər vingerlər bir növ Azərbaycan millisini hətta mən onu gözləyə bilərəm ki, vingerlərin birinə 10 nömrə kimi başlasa belə Olise də eləyə bilər. Millini bir növ aşağı oturmağa çalışacaq, aşağı bloka və arada bir növ məsafə yaradıb o məsafəni eksploatasiya etmək üçün komandanın Thuramı var cərimə meydançasının içərisində və eyni zamanda cərimə meydançasında kənardan girə bilən Olise və ya 2-6-8 nömrəsi var ki, onlardan biri 100% köməyinə olmayacaq. Çünki ötən maçda o qırmızı vərəq aldı, amma mən inanmıram ki, Azərbaycan millisi perspektivindən bu çox şeyi dəyişir. İndi isə gəlin qısaca Ukrayna millisindən danışaq. Amma ilk öncə əlbəttə ki, Ukrayna millisinin taktikasını biz dəyişməliyik. Belə. Bizim Ukrayna millisi ilə bağlı videomuz var idi. Əgər baxmamısınızsa, həmin videoya baxmanız yetər. Çünki baxmayaraq ki, o videonu biz bir ay öncə çəkmişik. Həmin oyundan sonra, həmin dövrdən sonra Ukrayna millisi sadəcə olaraq Fransa öz evində gözlənilən kimi məğlub oldu və sonra da Azərbaycan millisi ilə bərabərə qaldı. Bu video çəkiləndə əlbəttə ki, Ukrayna qrupdakı ən vacib oyunu olan İslandiya ilə hələ oynamayıb və qeyd edək ki, Ukrayna millisində hər şeylə, məlum məsələlərlə yanaşı vəziyyət çox kritikdir. Bildiyiniz kimi Sergey Rebrov, yəni həmin o məlum məsələlərlə bağlı həm Futbol Federasiyasının vitse-prezidentidir, həm də ki, milli komandanın baş məşqçisidir, amma Rebrovdan çox azarkeşlər və ümumiyyətlə futbol ictimaiyyəti narazıdır və əlbəttə ki, aydın məsələdir ki, əgər Sergey Rebrov Ukrayna millisi ilə
play-offa qatılmağa imkan verən ikinci yeri tuta bilməsə, İslandiya uduzsa, Ukrayna millisinin baş məşqçisi çox güman ki, öz vəzifəsindən ayrılmaq məcburiyyətində qalacaq və hətta Rebrov bu öz intervyularında bir növ əsəbi halda bunu deyib ki, yəni ki, mən milli komandada nəyin bahasına olursa olsun qalmaq istəmirəm, əgər dəyər verə bilmirəmsə, nəzərə alaq ki, Ukrayna millisi artıq Azərbaycan millisi ilə çox ciddi şəkildə xal itirib. O tərəfdən İslandiya millisi öz evində Azərbaycan millisini darmadağın etməklə yanaşı səfərdə də Fransa çox ciddi diş göstərib və indi Ukraynada çox böyük narahatçılıq var ki, ümumiyyətlə əgər İslandiya hətta Ukrayna ilə bərabər şəkildə, yəni hər oyun heç-heç olsa və hərəsi bir qələbə dəyişdiriş etsə belə, İslandiya Azərbaycanda büdrəməyəcəyi təqdirdə, yəni xal fərqinə görə ikinci yerdə olacaq və bu da ki, əlbəttə ki, Ukrayna millisi üçün çox böyük bir zərbədir. Nəzərə alsaq ki, Ukrayna millisinin istedadlarını biz həmin o uzun videoda dediyimiz kimi Türkiyə millisi ilə müqayisə etmək olar. Hətta Türkiyə millisində olan oyunçulardan da belə bir növ daha da dərinə və uzağa getmiş bir milli komanda var Ukraynada. Amma hələ ki meydanda bunun effekti görünmür. Ukrayna dediyimiz kimi 4-1-4-1 taktikası ilə oynayır top komandalara qarşı. Çünki əsas məqsəd ondan ibarətdir ki, o 4-1-4-1 oynayanda ortanı çoxaltsınlar. Azərbaycana qarşı çox güman 4-3-3 taktikası ilə oynayacaq. Etiraf edək ki, ilk maçda siz sual verə bilərsiniz ki, necə oldu Ukrayna millisi Azərbaycan millisinin öhdəsindən gələ bilmədi. Komandada belə ustalar var, hansı ki, məsələn, Sudakov Benfica'nın əsas oyunçusudur, komandanın qapıçısı Benfica'nın əsas qapıçısıdır. Eyni zamanda Dovbik var, hansı ki, bəli, Roma bəlkə də sizin üçün belə Barcelona, Real Madrid kimi səslənməsə də, adam son 3 mövsümdə Avropanın qol kralları içindədir daima və bu mövsümdə də çox yaxşı bir mövsüm başlayıb. Onun səbəbi ondan ibarətdir ki, mən əminəm ki, düzdür, bunu Rebrov özü də etiraf etmədi. Komanda həm Azərbaycanda məşqçi dəyişikliyi və bunun nəticəsində Rebrovun, Ayxan Abbasovun məhz Azərbaycan çempionatını izləmədiyindən beşli müdafiə ilə oynadığını gözləyirəm, amma beşli müdafiəni qoysaq qırağa, çünki beşli müdafiəni həmən oyunun bir növ giriş raportunda və oyunun ilk 10 dəqiqəsində görə bilərdin. Bu Azərbaycan millisinin küçümsənməsi olub. Bu dəfə bu küçümsənmə olmayacaq, amma hər şey Ukraynanın İslandiya ilə oynadığı maçdan asılı olacaq. Çünki həmin maçda Ukrayna məğlub olarsa, Azərbaycan millisi Ukrayna ilə Polşada oynayıb istənilən nəticəyə ümid edə bilər. Yox, həmin maçda Ukrayna HSJ və ya qələbə qazanarsa, əlbəttə ki, bu maçda da Ukrayna birmənalı şəkildə favorit olacaq və əlbəttə ki, Ukrayna millisi revanşist istəklə o meydana çıxacaq ki, birinci oyunda itirilən xalları necə olmasa meydanda əvəzini çıxsın. Komandada itkilərdən danışdıqda ciddi itki Tsigankovun yoxluğudur, amma digər tərəfdən Sudakov artıq Jose Mourinho rəhbərliyi altında Benfica'nın əsas o heyət oyunçusudur və bu da Ukraynaya 10 nömrə mövqeyində çox böyük üstünlük verir. Ondan əlavə Dobiki unutmaq olmaz. Dobik də olduqca fundamental rola malik olan bir futbolçudur. Ukrayna videomuzda da danışmışdıq. Burada Zinchenko'nun cərimə meydançasına girişlərindən ehtiyat etmək lazımdır. Çünki Zinchenko Ukrayna millisi hücum edəndə, baxın bu iki xəttin arasına girəndə bir növ Ukrayna vingerləri Azərbaycan millisini qapısına otuzdurub, aşağı bloka otuzdurub, iki xəttin arasına girəndə çox önəmlidir. Lakin Zinchenko Arsenalın ehtiyat oyunçuları skamyasında oturduğuna görə və indi də Nottingham Forestə transfer olmasına baxmayaraq hələ komandaya tam inteqrasiya olmayıb, adamın formada olmaması bizim üstünlüyümüz ola bilər. Bununla belə yenə də Ukrayna o tezi təkrarlayaq ki, bu maçın bir nömrəli favoritidir. Amma yenə də gəlin milli komandaya uğurlar arzulayaq və ümid edək ki, milli komanda birinci oyunda olduğu kimi Polşada da Ukraynanın həyatını çətinləşdirəcək və orada da bilmək olmaz. Ümumiyyətlə, yəni əgər hesab 0-0-dır və ya bir top fərqi ilə uduzursansa, orada bir anın söhbətidir. Biz birinci oyunda gördük. Orada Zinchenko'nun çox komod texniki səhvindən penalti gəldi, hansı ki bizə ilk xalımızı qazanmaq üçün yetdi. İndi buyurun, sizin fikrincə Azərbaycan millisi bu iki çətin səfər oyununda ümumiyyətlə rəqiblərin hansındansa xal ala biləcəkmi? Yaxşı, xalı qoyaq qırağa, hər iki oyunun hansısa birində milli komanda fərqlənə biləcəkmi? Fikirlərinizi şərhlərdə gözləyirəm. Videonu bəyəndinizsə like edin. Əlbəttə ki, kanalımıza abunə olmağı unutmayın ki, növbəti belə videolar buraxmayasınız.